İgidlərimizin hər biri xalqımızın qürur mənbəyi, gələcək nəsillərə örnək olan ölməz qəhrəmanlardır. Belə igid oğullardan biri də 1-ci Qarabağ Savaşında iştirak edən şəhidimiz Məhiyev Əlifağa Nadiroğlunu il dönümü məzarı önündə qeyd olundu. Tədbirdə Qaraməryəm kənd bələdiyyəsi və icra nümayəndəsi, şəhidin qardaşları, əzizləri və yaxınları iştirak etdilər. Şəhidimizin məzarı önündə dualar oxundu və tədbir iştirakçılarından kənd bələdiyyəsi Səfərov Süleyman şəhidlərimiz haqqında bəhs etdi. Yaxınların vəsə borcudur. O şəhidin kimin boynunda haqqı varsa, yəni bütün insanların boynundakı haqqı var. Bütün şəhidlərimizin hər birinin bir vətəndaşlıq borcumuzu, bir vicdan borcumuzu ki, onların həm doğum günləri, həm şəhadət günlərini qeyd eləyək, məzarı önünə gəlsin, çiçək qoyulsun, Quran oxunsun. Yəni bizim bugünkü gündə elə biləcəyimiz işlər bunlardır. Şəhid o vaxtı ölür ki, unudulur, yaddan çıxır. Şükür Allah'a ki, şəhidlərimiz hər zaman yad olunur, hər zaman diqqət mərkəzindədir. Yaxınları, əzizləri tərəfindən, qəlbində vətən eşqi olan insanlar tərəfindən daim gəlir, ziyarət olunur. Bu öz də bir böyük bir nemətdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah torpaqlarımızın azadlığı uğrunda öz şirin canlarını vətənə qurban verən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Allah yaxınlarına, əzizlərinə səbir versin inşallah. Yaralılarımıza da şəfa versin. Allah rəhmət eləsin. Sonra şəhidimizin qardaşı Cümşüd Məhiyev gələn ziyarətçilərə təşəkkürünü bildirdi. Allah sizə köməyiniz olsun. Allah rəhmət eləsin. Əziyyət çəkib gəlmişsiniz. Sağ olun. Şəhidlərim yox, hamımızın qardaşları olar. Şəhidimizin yaxınları tədbirin sonunda məzarı önündə xatirə şəkillər çəkdirdilər. Ardınca tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak edən könüllü şəhidimiz Ağayev Ülvi Valihoğlunun məzarını ziyarət etdilər və burada dualar oxundu. Xatırladaq ki, 1-ci Qarabağ Savaşında şəhidlik zirvəsinə ucalan şəhidimiz Məhiyev Əlifağa Nadiroğlu 3 sentyabr 1973-cü ildə Göyçay rayonu Şahsultanlı kəndində zəhmətkeş və mehriban ailədə dünyaya göz açmışdır. Uşaqlıq illərində halal zəhmətə və vətənə sevgisinə, böyüklərə hörmət uğrunda böyümüşdü. Vətənin dar günündə o da minlərlə Azərbaycan gənci kimi tərəddüd etmədən silaha sarıldı. 1993-cü ilin aprelin 8-də hərbi xidmətə yollanan Əlifağa Məhiyev qısa müddətdə hərbi hazırlıq keçərək cəbhəyə göndərildi. O, vətən torpağını qorumağını özünə müqəddəs borcu hesab edirdi. 1993-cü ilin iyul ayında Ağdam istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Cəmi 20 illik ömrünü vətənə həsr edən bu igid oğul şəhidlik zirvəsinə ucalaraq adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. 1993-cü il iyulun 24-də doğulduğu Göyçay rayonu Şahsultanlı kənd qəbirstanlığında böyük izdihamla dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirmək məqsədi ilə yaşadığı küçəyə şəhidimiz Əlifağa Məhiyev adı verilmişdir. Onun itkisi yalnız ailəsini deyil, bütün Göyçayı və onu tanıyan hər kəsi dərin hüzünlə qərq etdi. Bugün Əlifağa Məhiyevin adı hörmət və ehtiramla anılır. Onun sərfəli ömrü bizi vətəni sevməyi, onu qorumağı və müqəddəs dəyərlər uğrunda fədakarlıq göstərməyi öyrədir. Ruhun şad olsun Azərbaycan oğlu. Sənin qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Bəhlul Həmidov Göyçaylı, Zəka İsmailov Göyçaylı, Əliyarova Ramina Qusarlı.